Vaxtınız xeyir, xoş gördük sizlər. Növbəti video dərsimizdə biz bugün dil qaydaları üzrə səhifə 45 işləyirik. Boyaların rəngini fərqləndirmək üçün hansı sözlərdən istifadə edərdiniz? Gəlin baxaq. Məsələn, baxın burada daha tünd rəngdə, ona görə tünd yaşıl deyərəm. Tünd yaşıl, yaşıl, açıq yaşıl sözlərindən istifadə edərəm. Dostlar, bugünkü dərsimiz sifətin dərəcələridir. Sifət varlığın əlamətinin az və ya çox olduğunu ifadə edə bilər. Ümumiyyətlə, sifətlər əşyanın əlamətini və keyfiyyətini bildirir. Əsas nitq hissəsidir. Sifətlərin dərəcə xüsusiyyəti var. Yəni, sifətlər varlığın əlamətinin az və ya çox olduğunu ifadə edə bilər. Buna sifətin dərəcələri deyilir. Adi dərəcə, azaltma dərəcəsi və çoxaltma dərəcəsi olaraq qeyd olunur. Məsələn, göy adi dərəcədir. Göyümtül, açıq göy azaltma dərəcəsidir. Çoxaltma dərəcəsində isə tünd göy, göm göy şəklində işlənə bilər. Sifətləri dərəcələrinə görə qruplaşdırın, bir-bir qeyd edək. Qara adi dərəcədir dostlar. Üstünə variantını yazaq, məsələn B yazaq. Siz təbii ki, cədvəl çəkib qeyd edə bilərsiniz. Şipşirin çoxaltma dərəcəsidir. Mən burada bir də qeyd eləmək istəmirəm, daha rahat olsun deyə bir üstündə qeyd edəcəm, hansı varianta aid olduğunu. Qara adi dərəcə, şipşirin çoxaltma dərəcəsi, yupyumru çoxaltma dərəcəsi, sapsarı çoxaltma dərəcəsi, göyümtül azaltma dərəcəsi, yağlı adi dərəcə, çəmşirin azaltma dərəcəsi, acıtəhər azaltma dərəcəsi, açıq qırmızı azaltma, dümağ çoxaltma, bozuntul azaltma dərəcəsi, doğru adi dərəcə, tumtuş çoxaltma dərəcəsi. Tapşırığı yazarkən cədvəldən istifadə edə bilərsiniz və yaxud da variant şəklində yazıb, A qoyub azaltma dərəcəsi yazıb, azaltma dərəcəsinə aid olanları qarşısından qeyd edə bilərsiniz. Bitişik, ayrı, yoxsa defislə. Əziz dostlar, açıq, tünd, ala sözündən istifadə edərkən defislə yazılır. Burada M, P, R, S bitiş dərəcələri var, təhər sözü var. Onlar bu vasitələrlə yazıldığı zaman, belə deyək, dərəcələr alındığı zaman birləşik yazılır. Ayrı yazılanlar ədədlarla işlənənlərdir. Ən, daha, lap kimi ədədlarla işləndiyi zaman defislə ayrı yazıla bilir ədədlər. İndi baxaq, səhvləri düzəltməklə cümlələri köçürün, gəlin baxaq. İlkində səhvləri tapaq. Qoğallar yup yumuşaq və dadlı idi. Baxın, bu yup yumuşaq sözüdür. Bu birləşik yazılmalı dostlar. Burada yup yumuşaq. Kərim ən yüksək mükafata layiq görüldü. Burada səhv yazılan ən yüksək sözüdür. Ən yüksək sözü, yəni bu olmamalıdır. Ayrı yazılmalıdır. Heç nə yoxdur arasında. Həyətin darvazası açıq yaşıl rəngdə idi. Açıq yaşıl sözü, açıq sözünün yanında necə yazılır? Defislə. Defis qoyulmalıdır arasına. Dünənki qarpız lap şirin idi. Lap ədatı ilə yarandığı zaman necə olur dostlar? Təbii ki, ayrı yazılır. Çəmənlikdə qıpqırmızı lalələr gözə oxşuyurdu. Qıpqırmızı. Sonra Nigarın topu daha böyükdür, daha böyükdür. Anasının turştəhər dadı, ananasın turştəhər dadı var. İstəyirəm, qırmızı kəmər lap qısadır. Ayxan dümağ köynək geyinmişdir. Dümağ. İndi baxaq. Deməli, lap şirin sözü ayrı yazılmalıdır. Qıpqırmızı söz birləşik yazılmalıdır. Daha böyükdür. Defis olmayacaq. Ayrı yazılır. Turştəhər birləşik yazılır. Defis olmayacaq. Lap qısadır. Ayrı yazılır. Dümağ birləşik yazılacaq. Sifətləri cümlələrdə uyğun dərəcələrlə işlədin. Gəlin baxaq. Boz. Azaltma dərəcəsində necə olar? Bozumtul. Anam mənə yeni bozumtul köynək aldı. Yumru. Çoxaltma dərəcəsində yup yumru. O yup yumru nə yedi? Şokolad yedi. Turş. Azaltma dərəcəsində. Ağlıma qeyri-adi cümlə gəlmir. Yəqin ki, siz daha yaxşı cümlələr qurursunuz. Bəzən biz düşünürük belə cümlə. Uşaqlar çox gözəl cümlələr qururlar. Turş. Azaltma dərəcəsində necə olar? Turş təhər. Meyvə turş təhər idi. Sağlam, çoxaltma dərəcəsində necə olur? Sap sağlam. O, sap sağlam oğlandır. Həkim ona sap sağlam olduğunu dedi.
bənövşəyi, azaltma dərəcəsi necə olur? Bənövşəyi, açıq bənövşəyi. O açıq bənövşəyi şalvar almışdı, don almışdı. Təmiz çoxaltma dərəsini tərtəmiz, o hər tərəfi tərtəmiz sildi, təmizlədi. Oldu belə. Ümid edirəm ki, sizin üçün faydalı bir video oldu. Siz də belə olduğunu düşünürsünüzsə videonu bəyənin və paylaşın. Hələlik.